tez çaparaq, belə demək mümkünsə, sizə təqdim eləmək istəyirəm. Meydan sahibi Sumqayıtdan başlayaq. Sumqayıtın qapısını bir nömrəli qapıcı Şahruddin Məmmədəliyev qoruyur. 3 Vurğun Hüseynov həm də komandanın kapitanıdır. 7 Fərdiz Fərcad Azad, 10 Uğur Pamuk, 14 Bəxtiyar Həsənalızadə, 15 Nodar Məmmədov, 18 Aleksandr Çertaqanov, 24 Amit Quluzadə, 23 Tural Rızayev, 39 nömrəli futbolçu Emin Mehdiyevdir və 55 Ağabala Ramazanov. Komandanın baş məşqçisi bir qədər əvvəl də qeyd etdiyim kimi Samir Abbasovdur. Və qonaqlar Inter komandası qapını Eşən Poladov qoruyur. Həm də bugün kapitan sarğısını daşıyacaq. 5 Denis Silva Cruz, 6 Laşa Salıqvadze, 7 Nika Kveskiri, 10 Elnur Abdullayev, 15 Stefan Polyak, 20 Yuri Fomenko, 22 İlkin Qırtımov, 23 Diego Martins, 24 Fuad Bayramov, 88 Abdullah Abbasiyev. Komandanın baş məşqçisi Gürcüstanlı Zaur Svanadzedir. Hakimlər, oyunun baş hakimi Ömər Paşayev'di, milli dərəcəli hakim. Bagir Musayev, FIFA refrisi, FIFA lansmanı daha doğrusu. Elman Musayev və Nail Nağıyev. Nail Nağıyev bugün 4-cü hakim funksiyası yeni yetirəcək. Oyunun AFFA nümayəndəsi Adil Nadirovdur. Hakimlərin işini isə Murad Məmmədov qiymət verəcək. Stadionda da Sumqayıt azarkeşlərinin müstəqillik günündən bağlı çıxartdığı plakatı gördük. Həqiqətən bugün alqışa layiq, təqdirə layiqdir. Ekranlarınızda da görürsünüz. Azərbaycan bayraqları ilə Kapital Bank Arena bugün bəzədilib. Məhz 18 oktyabr tarixinin önəmini, əhəmiyyətini vurğulamaq üçün Sumqayıt klubu belə bir addım atıb. Peşkar Futbol Liqasının da ənənəvi olaraq himni səsləndi. İndi kapitanlar arasında Ömər Paşayev püşk atacaq və artıq meydandakı yerlər və topa kimin ilk başlayacağını, toxunacağını bildirəcək Ömər Paşayev. Heyətlərdən söz düşmüşən Inter kifayət qədər problemlərlə gəlib bugün Sumqayıta. Interin heyətində 2 futbolçunun cəzalı olduğunu xatırlatdıq. Səlahiyyət Ağayev də zədəlidir. Səlahiyyət zədəli olan yeganə futbolçu deyil Interin heyətində. Mürsen Seyidov, Rauf Əliyev, Nizami Hacıyev, Laşa Kasradze, İvan Benitez. Bu futbolçular da zədəlidir. Belə olan halda Zaur Svanadze hansı heyəti meydana buraxdığı futbolçular daha doğrusu nə dərəcədə ümidləri doğrulacaqlar. Biz bunu qalan dəqiqələrdə görəcəyik. Samir Abbasov ekranlarınızda gördünüz. Ehtiyat qapçı diqqətimi cəlb elədi Interin heyətində. Ehtiyat qapçı 91 nömrəli forması ilə Şahin Zəkiyevdir. Çox maraqlıdır. Onun 16 yaşı var. 16 yaşlı qapçı bugün ehtiyat oyuncular skamyasında əyləşib. 16 yaşlı futbolçu sifariş olunan siyahıda yeganə futbolçu Şahin Zəkiyev deyil. Sumqayıt futbolunun yetirməsi olan İsmail Babayev bugün sağ cinah müdafiəçisidir. İsmail Babayev də 18-likdə yer alıb. Samir Abbasov ona şans verəcək, verməyəcək. Biz onun qalan dəqiqələrdə sözsüz ki görəcəyik. Amma hər halda belə bir futbolçunun Premier Liqada 18-likdə olması təqdirə layiq halda onu meydanda görmək bizim üçün də xoş və maraqlı olardı. Və beləliklə Ömər Paşayev start fikrini səsləndirdi. Oyuna başlayan tərəf Inter oldu. Hər iki komandaya, daha doğrusu hər üç komandaya, eləcə də hakimlər komandasına uğurlar arzuluyuruq. Ümid edirik ki, layiqli olan qələbə qazanacaq. Və ilk topa nəzarət edən komanda da məhz Interdir, qonaqlardır. İrəli doğru ötürmə. Sol cinahda Yuri Fomenko hələ ki topu özündə saxlayır. Interin hücumunu izləyəcəyik. Uzaqdan zərbə, çox qüvvətli zərbə alınmışdı. Kifayət qədər maraqlı zərbə idi, amma top qapıdan aralı keçdi. Kveskiri idi zərbəni vuran futbolçu. Qısaca ona komanda yoldaşları, eləcə də bütün dostları Kvekve deyirlər. Əynindəki geyindiyi formada da onun adı qısaca olaraq Kvekve kimi yazılıb. Reportajın gedişində biz əgər ona Kvekve desək, heç də təəccüblənməyin. İndi Sumqayıtın futbolçuları topu qəbulunda səhvə yol verdilər və Inter dərhal topu ələ keçirdi. İndi Kasradze sol cinahla oynayır. Sol cinahdan ötürmə dəqiq alınmadı. İndi out yan xəttdən Sumqayıt oyuna başlayacaq.
Fərdi sözü irəliləyir, rəqibin birindən sıyrıldı, zərbə mövqeyini axtarırdı, ötürməsini etdi və ilk zərbə Sumqayıtın futbolçularından gəldi. Zərbəni vuran futbolçu səhv eləmirəmsə Ağababa Ramazanov idi. Amma Elşən Poladov həmşəhərlərinin komandasının gol vurmasına imkan yaratmadı, imkan vermədi. Nəzərinizə çatdırım ki, Elşən Poladov Sumqayıt futbolunun yetirməsidir və bugün doğma şəhərinin komandasına qarşı oynayır. Özü də komandanı kapitan sarğısında meydana çıxarıb. Çox maraqlıdır ki, Interin bir ənənəsi var. Bu ənənə Kağabert Skadazin vaxtından, zamanından qalan ənənədir. Son illərdə Interin heyətində yalnız və yalnız qapıçılar kapitan sarğısını daşıyırlar. Səlahiyyət olsun, istər Lamay olsun, istərsə də Elşən Poladov. İndi Sumqayıtın hücumu təhlükəli ola bilər. Sağ cinahdan təşkil olunan hücum. Topu hələ ki özündə saxlayır 23 nömrə futbolçu Tural Rzayev idi. Emin Mehdiyev ötürür topu. Emin Mehdiyevin ötürməsi isə dəqiq olmadı. Bununla belə Sumqayıtın hücumu davam edəcək. Emin Mehdiyev out atışını özü yerinə yetirdi. Yenidən out, növbəti out. Bu dəfə də Emin oyuna başlayacaq. Hamid Qulzadə ilə oynayır Emin Mehdiyev. Bu iki futbolçu bir zamanlar aşağı yaş qruplarından ibarət milli komandanın şərəflərini qoruyublar. 17-19 yaşlılardan ibarət komandaların heyətində kifayət qədər uğurlu çıxış ediblər. Amma tədricən bu futbolçuların performansında eniş yaşandı və müxtəlif klublarda oynadıqdan sonra Sumqayıtı üst tutdular. Maraqlıdır ki, Sumqayıtın heyətində bütün heyət məhz yerli futbolçulardan təşkil olub. Ağababa Ramazanov küncdən zərbəni yerinə yetirdi. Ağababa Ramazanovun özü zərbə vurmaq qərarına gəldi, amma top qapıdan bir xeyli aralı keçir. Çertaqanov bir zamanlar milli komandanın da şərəfini qoruyub bu futbolcu. Samir Abbasov. İlk imtihanıdır Sumqayıtın baş məşqçisi kimi. İlk imtihandan sözsüz ki, ən azı, ən pis halda yaxşı qiymət almaq istəyir. Fuad Bayramov topu irəli ötürdü, amma komanda yoldaşlarından onu ötürdüyü topa müdaxilə edən olmadı. İndi Şahruddin Məhəmmədəliyev 21 yaşlarından ibarət yığma komandanın da əsas qapıçısıdır bu qapıçı. Topu irəli vurur. Tural Rzayev istiqamətində. Tural Rzayev onun ötürməsindən sonra top meydanda qalırmı? Xeyr, top meydanı tərk eləyir. Əziz tamaşaçılar, bizim olduğumuz mövqedən meydanın müəyyən hissələrini görməkdə çətinlik çəkirik. Belə olan halda bizim tərəddüdümüzü bəzi məqamlarda anlayışla qarşılamağınızı xahiş edirik. Ümid edirik ki, bunu qalan dəqiqələrdə nəzərə alacaqsınız. İndi Sumqayıtın futbolçuları topu irəli vurdular. Oyuna başlayan kimi Inter daha yaxşı başladı. İlk 2 dəqiqə ərzində topa nəzarət Interin futbolçularındaydı. Amma Sumqayıt tədricən növbəti 2 dəqiqədə, daha doğrusu 3 dəqiqədə tədricən üstünlüyü ələ alır, ərazi üstünlüyünü ələ alır və doğma meydanında Sumqayıt Interi evə əliboş yola salmaq niyyətindədir. Bu onlara nə dərəcədə nail olacaq? Interin hücumu, sağ cinahdan təşkil olunan hücum. İlkin Qırtımov hakim bildirir ki, ona qarşı kobudluq var idi və indi təhlükəli nöqtədən cərimə zərbəsi izləyəcəyik biz Interin ifasında. Inter komandası standart vəziyyətləri çox sevən komandadır. Ümumiyyətlə son illərdə bu komanda hər zaman standart vəziyyətləri bu komandanın ifasında kifayət qədər təhlükəli olubdur. Digər komandalardan müqayisədə Inter fərqli futbol oynayır son illərdə. Nəzərə alsaq ki, Kağabert Skadazin dönəmindən yaradılan sistem 3 mərkəz müdafiəçili sistem, yəni 5 müdafiəçili sistemlə oynayır Inter və Zaur Svanadze də bu sistemə dəyişiklik eləməyibdi. Amma Sumqayıt ənənəvi Azərbaycan futbolçunun artıq ənənəvi sistemə çevrilmiş 4-2-3-1 sistemi ilə həmişə oynayırdı. Baxaq indi oyunun gedişində Samir Abbasov sistemdə hər hansısa bir dəyişiklik edibmi? Amma hələlik isə gəlin cərimə zərbəsini izləyək. Stefan Polyak ötürmə edəcək cərimə meydançası istiqamətində. Cərimə meydançasında gərginlik var. Gənc hakim Ömər Paşayev bu gərginliyi gördü və dərhal həmin mövqeyə müdaxilə elədi. İndi ötürmə edilir. Stefan Polyakın ötürməsi Sumqayıtın futbolçuları, daha dəqiqlisi Hamid Quluzadə idi. Topu uzaqlaşdırdı, amma topu uzaqlaşdırarkən az qala top meydanı tərk eləyəcəkdi. Tural Rzayev yaxşı oynadı. Topu hələ ki özündə saxlayır, ötürməsini də eləyir. Sumqayıtın hücumu təhlükəli ola bilər. Cinahı çox gözəl dəyişir. İndi Fərdis sol cinahdan özü irəliləyir. Topu hələ ki özündədir. Qarşısında Denis Silva var. Denis Silvadan sıyrılsa da Stefan Polyak ona mane oldu. İndi Çertaqanov yenidən sol cinaha ötürülən top. Cərimə meydançasına ötürmə olacaqmı? Ötürmə olur, amma Denis Silva
həmin ötürmənin qarşısını kəsdi. İndi Nur Abdullayev irəli oynayır, Yuri Fomenko. Out. Zaur Svanadze'ni görürsünüz ekranlarınızda. Debütü Inter'də çox yaxşı alındı. Bunu etiraf eləmək lazımdır. Avrokuboklardan mövsümün əvvəlində Inter 3 mərhələ adlaya bildi. Daha doğrusu 3-cü mərhələyə qədərlaya bildi. 3-cü mərhələdə adlı sanlı Atletik Bilbao'ya layiqli müqavimət göstərərək məğlub oldu və mübarizəni dayandırmağa məcbur oldu. Bundan sonra çempionatda da Inter'in işləri heç də biz getmirdisə yanılmarıq. Çempionluğu iddialı komandalardan Qəbələni də məğlub etməyi bacarıblar və hazırda bu tura qədər turnir cədvəlinin 3-cü pilləsində idilər. Bu tura qədər dedikdə elə bu turda 3-cü pillədə qalacaqlar. Çünki Zirə Qarabağa məğlub oldu. Ömər Paşayev ekranlarınızda görürsünüz. Milli dərəcəli hakim, gənc hakimdir. Ümid vəd edən hakimdir. Ümumiyyətlə son illər Azərbaycan futbolunda ümid verən hakimlərin sayı getdikcə artmaqdadır. Bu da sevindirici məqamlardandır. Mən bir qədər düzəliş eləyim, üzr istəyirəm. Inter 4-cü pillədədir. Bu turda qələbə qazansa 3-cü pilləyə yüksələcək. Çünki Zirə məğlub olub. İndi Kvekve topu sağcına ötürür. İlkin Qırtımov istiqamətində. İlkin Qırtımov hələ ki onun özündə saxlayır. Stefan Polyakla oynadı. Stefan Polyak iki rəqibin əhatəsindən sıyrıldı. Özü zərbə vurmaq qərarına gəldi, amma rəqib futbolçular onun zərbəsinə mane oldular. Sumqayıtın əks hücumu təhlükəli ola bilər. Bir qədər cəld oynasa təbii ki, gənc futbolçular. Emin Mehdiyev sağ cinahdan hələ ki özü irəliləyir. Emin Mehdiyevin Neftçinin heyətindən çox yaxşı xatırlayırsınız. Onun karyerasının ən yaxşı oyunlarından biri. Mən tam əminliklə deyirəm ki, San Siro'da Inter Neftçi görüşündə olmuşdu. İkinci hissədə sonradan oyuna daxil olmuşdu və Neftçi həmin görüşdə səfərdə adlı sanlı Interli oyunda 2-2 hesablı bərabərliyi əldə edə bilmişdi. Geri götürülən top bu Bəxtiyar Həsənalzadədir. Çertaqanovla oynayır. Çertaqanov kapitanını gördü. Bu Vurğun Hüseynovdur. Vurğun Hüseynov, Hamid Quluzadə. Bəxtiyar Həsənalzadə. Sol cinahda komanda yoldaşı topu qəbul elədi. Çertaqanov. Çertaqanov topu itirir. Yuri Fomenko'ya isə top çatmır. Hakim bildirir ki, yəqin ki ekranlarınızda gördünüz. Hakimin əlindən bayrağı qaldırarkən bayrağı yerə düşdü. Inter növbəti hücumu yaratmağa cəhd göstərir. Fuad Bayramov. Fuad Bayramov geriyə oynayarkən səhvə yol verdi. İndi Fərdiz top ələ keçirir. Qarşısında Interin birdən-birə üst futbolçusu vardı. Sağ cinahdan komanda yoldaşı, daha dəqiq desək Uğur Pamuk. Ona kömək gəldi və gol! İlk gol Sumqayıtdan gəlir. Kapital Bank Arenada qarşılaşmanın 10-cu dəqiqəsində Sumqayıt əks hücumda rəqibi tutdu və əla oyunla, əla təşkil olunmuş hücumla hesabı açdı. Qolun təkrarını biz bir daha izləyəcəyik. Fərdiz sağ cinahda Uğur Pamuku çox yaxşı gördü. Onun ötürməsindən sonra qolu vuran futbolçu da məhz Fərdiz Fərzad Azad idi. Sumqayıtın 7 nömrəli futbolçusu maçda vurulmuş ilk qolun müəllifi olur. Fərdiz Fərzad Azad. Fuad Bayramovdan başladı hücum. Səhv. Fuad Bayramov geri ötürmədə səhvə yol verdi və Fərdiz top ələ keçirdi. Özünün başladığı hücumu da məhz özü Fərdizin tamamladı və bu Fərdizin mövsümdə vurduğu ilk qoldur və artıq Kapital Bank Arenada gol var. 11-ci dəqiqə gedir. Hesab 1-0 Sumqayıtın xeyrinədir. Maraqlı statistikanı da nəzərinizə çatdırım. Sumqayıt hesabı açmışkən. Çox maraqlıdır ki, Sumqayıt son 4 oyundur. Interə məğlub olmur. Sonuncu oyunda da üstəlik 3-1 hesablı qələbə qazanmağa müvəffəq olur. Və hələlik bu görüşdə də Sumqayıt lazım olan qolu vurub. Fərdiz səhvə yol verdi ötürmədə. Stefan Polyak hələ ki topu özündə saxlayır. Kvekve
O da ötürmədə səhvi yol verir. Interin oyuncularının ötürmədə səhvləri, amma ondan qabaq Ömər Paşayev bildirir ki, qayda pozuntusu var idi. Cərimə zərbəsini indi Interin futbolçuları başladılar oyuna. Denis Silva idi bu. Sağ cinahda İlkin Qırtımov topu qəbul edir. Abdullah Basiyev. Geri oynadı müdafiəçi ilə. Fuad Bayramov topu qəbul edir. Sol cinahdan təşkil olunan hücum. Yuri Fomenko indi sol cinaha çəkilib. Stefan Polyakla divar ötürməsi, amma divar ötürməsi zamanı oyundan kənar vəziyyətdə idi Yuri Fomenko. Yan xətt hakimin bayrağı dərhal havaya qalxdı. İndi Sumqayıtın qapıçısı Şahruddin Məmmədəliyev tələsmədən, asta-asta aramla həmin oyundan kənar vəziyyət. Bəli, oyundan kənar vəziyyət var idi. Bravo hakimlər. Şahruddin Məmmədəliyev topu oyuna daxil eləyəcək. Şahruddin topu irəli vurur. Meydanın mərkəzi istiqamətinə bir qədər dirəlib. Hərbi hava mübarizəsində uduzdu. Stefan Polyak onu ələ keçirir topu. Elnur Abdullayev zədəli futbolçu var, amma Interin futbolçuları topu meydandan çıxarmayıblar. Abdullah Basiyev sağ cinahlı oynayır. Stefan Polyak indi cinaha çəkilib. Abdullah Basiyevlə divar ötürməsi. İlkin Qırtımov boş mövqeyə açıldı. İlkin Qırtımov o ötürmə edə biləcəkmi? Xeyr, İlkin Qırtımovun ötürməsi istədiyi kimi alınmadı. Yəqin ki, indi Ömər Paşayev oyunu saxlayacaq. Çünki yerdə zədəli futbolçu var. Bu Fuad Bayramovdur. Bax, bu epizodda Pərdislə mübarizədə, hava mübarizəsində Fuad Bayramov zədələndi. Sözsüz ki, qayda pozuntusu yox idi. Bu fərdi mübarizə idi, top uğrunda mübarizə idi. Mübarizə zamanı belə hallar olur. Bunun hakimin səhvi və hakimin nəzərindən yanılması kimi qələmə vermək məncə düzgün deyil. Zaur Svanadze qayğılıdır. İlk 13 dəqiqənin tamamında komandası hesabda geridədir. Üstəlik Sumqayıtla görüşdə, Sumqayıtla oyunda əgər Inter yüksək yerlər uğrunda, iddialı yerlər uğrunda mübarizə aparırsa, bu tip rəqiblərlə görüşdə xal itkisini hesabdan saymaq olmaz. Kvekve topu sol cinaha Fuad Bayramov ötürür. Fuad Bayramov. Nur Abdullayev əla mövqeyə asıldı. Ona qarşı kobudluq var idimi? Bəli, Emin Mehdiyev qaydanı pozdu. İndi cərimə zərbəsi, Interin futbolçuları cərimə zərbəsini yerinə yetirəcəklər. 14 dəqiqə artıq geridə qalır. Hesab 1-0 Sumqayıtın xeyrinədir. Yeri gəlmişkən, turun digər oyunları. Bu haqda danışacağıq. Hələlik isə gəlin bu cərimə zərbəsini izləyək. Kvekve bütün standart vəziyyətləri demək olar ki, Kvekve yerinə yetirir. Kvekveski bu futbolçu Gürcüstanlıdır. Ötən mövsümü Dilagori klubunda keçirib Gürcüstan çempionatında və mövsümün əvvəlində transfer oldu. Kvekvenin ötürməsi, başla zərbə, az qala hesab bərabərləşəcəkdi. Amma Diego Martinsin zərbəsindən sonra top qapıdan aralı keçir. Həmin təkrarı da izlədik. Sumqayıt üçün hər şey yaxşı bitdi. Şahruddin Məmmədəliyev isə təbii ki, normal olaraq tələsməyəcək. Turun digər oyunlarını sizə xatırladım. Tura Rəvan Kəpəz görüşünə start verildi. Kəpəz həmin oyunda 2-0 hesablı qələbəyə sevindi və turnir cədvəlində də bir pillə irəliləməyə müvəffəq oldu. Turun növbəti oyun günündə 2 maç baş tutdu. Neftçi Doğmaz Aşişlər önündə Qəbələyə uduzdu. Qarabağ isə 1-0 hesabı ilə uduzdu. Hesabı da xatırladım. Qarabağ isə Zirəni 4-1 hesabı ilə məğlub etdi. Bugün başa çatmış artıq görüşdə Xəzər Lənkəran şəhər stadionunda keçirilmiş baş tutmuş maçda 3-1 hesablı qələbə qazandı. Azalı məğlub etdi və turun qapanış oyunu isə hazırda digər oyunlarda olduğu kimi CBC Sport kanalının efirində yayımlanır. İlkin Qırtımov, məncə bu hakimin nəzərindən yayındı. Təkrarı imkan düşsə, efir rejissorlarımız bir daha bizə təqdim edərlər. İlkin Qırtımovun bu hərəkəti hakimin nəzərindən yayındı. Belə hərəkətlər olmaz. Məğlubiyyətlə də barışmaq lazımdır.
Denis Silva. Salukladze. Enur Abdullayev. Diego Martins. Cinaha dəyişmək olar. Elə də eləyir. İlkin Qırtımovla oynuyor. İlkin Qırtımov sağ cinahdadır. Onun qarşısını dərhal Sumqayıtın futbolçusu kəsdi. Stefan Polyak Diego Martinslə divar ötürməsi istədiyi kimi alınmadı. Top yenidən Interin futbolçularındadır. Kvekve İlkin Qırtımovun istiqamətini ötürmə etmək qərarına gəldi. Amma bu ötürmədən də bir nəticə hasil olmur. Nodar Məmmədov yaxşı oynayır. Top hələ ki Interin futbolçularındadır. Ərazi üstünlüyünü tədricən Inter ələ alır. Abdullah Abbasiyev Elnur'la oynuyor. Elnur geriye Laşa. Abdullah Abbasiyev ötən mövsüm Derlis Mezakoli'nin Inter'in en yaxşılarından biri heyətdən. Nodar Məmmədov az qala səhvə yola verəcəkdi və səhv acı nəticələnə bilər Sumqayıtçı. Flamenco'nun ötürməsi və son anda vurğun Hüseynov təhlükəni uzaqlaşdırdı. Inter'in en yaxşılarından Derlis Mezakoli məhz 88 nömrəli formanı geyinirdi. Bu mövsüm Abdullah Abbasiyev məhz Derlis Mezakoli'dən sonra boşda qalan nömrəni əyninə taxıb. Denis Silva artıq uzun illərdir ki Azərbaycan çempionatlarında çıxış eləyir. Xəzər Lənkərandan başladı karyerası. Sonra Neftçidə karyerasının qızıl dövrünü yaşadı. Kifayət qədər uğurlu mövsümlər keçirdi. Qayda pozuntusu Ömər Paşayev dərhal müdaxilə eləyir. Ciddi zədənin olub olmaması ilə maraqlanır. Diego Martins'e qarşı Emin Mehdiyev səhv çobud oynamışdı. Inter futbolçuları cərimə zərbəsini yerinə yetirdilər. Abdullah Abbasiyev geri oynuyor. Salukladze Denis'le oynamaq olar. Elə də eləyir. Denis Silva. Qırtımov bu gündələ keçirdi və onu dərhal Denis'e qaytardı. Rəqibin pressing tətbiq etdiyini görüb, təzyiqi görüb və indi yenidən sol cinahdan hücum təşkil olunacaq. Abdullah Abbasiyev ona qarşı kobudluq var idi. Ömər Paşayev oyunu saxlayır. Hatırladım ki bu mövsümdə ilk dəfə olaraq CBC Sport Televiziyası turun bütün oyunlarını tamaşaçılara təqdim elədi və bundan sonraki turlarda da turun bütün oyunlarının yayımı nəzərdə tutulub. Fuad Bayramov Emin Mehdiyev topu uzaqlaşdırarkən top ona qədər gəldi. Rəqibin 24 nömrə futbolçusuna yenidən indi müdafiəçilərindədir Interin top. Denis Silva, Abdullah Abbasiyev, Stefan Polyak, yenidən Abbasiyev. Salukladze. Fuad Bayramov, Yuri Flamenco. Qayda pozuntusu Martins'e qarşı kobudluq var idi. Mənə gəlir ki bu Emin Mehdiyev deyildi. Sadəcə düşündüm ki Emin Mehdiyevdir. Artıq sistematik qayda pozuntusuna çevrilirdi Emin Mehdiyevin bu qayda pozuntuları. Xeyr, bu Tural Rızayev idi. Emin Mehdiyevin növbəti qayda pozuntularında Ömər Paşayev yəqin ki əlini cibinə atacaq. Qaydalarda var, sistematik qayda pozuntusu olduğu halda hakimlər həmin futbolçunu sistematik şəkildə qaydaları pozan futbolçunu sarı vərəqə ilə cəzalandırırlar. Gəlmişkən Kapital Bank Arena'da Sumqayıtda ot örtüyü süni meydançadır, sünidir və bu hər iki komanda müəyyən mənada işinə yarayır. Çünki həm Sumqayıtla yanaşı Interdə doğma ev oyunlarını məhz süni örtülü meydançada keçirir. O baxımdan hər iki komanda üçün məncə problem yaranmayacaq. İndi təhlükəli hücum ola bilərdi, amma Sumqayıtın futbolçuları topu uzaqlaşdırdılar. Şahruddin Emin Mehdiyevi yaxın direğe gönderdi. Kvekve küncdən zərbəni yeni yetirdi. Uzaq küncü düşünmüşdü, amma onun düşündüyü yerdə komanda yoldaşlarından heç kim yox idi. İndi Şahruddin tələsməyəcək. Təbii ki, normalda qarşılaşmanın artıq 21-ci
dəqiqəsi başa çatır. Hesab 1-0 Sumqayıtın xeyrinədir. Xatırladım ki, yeganə qolu, hələlik deyirəm yeganə qolu Pərdiz Fərzad Azzad vurub. Ehtiyat oyuncular skamyasına nəzər yetirək. Sumqayıtın meydan sahiblərinin ehtiyat oyuncular skamyasında 94 nömrəsi ilə ehtiyat qapıcı Tərlan Əhmədlidir. 8 Nuran Qurbanov, 9 Mirzağa Hüseynpur, 13 Murad Ağayev, 22 Tofiq Mikailov, 27 İsmail Babayev və 50 Əlimerdanlı 99 nömrəli forması ilə. İndi Sumqayıtın hücumu təhlükəli ola bilər. Nozar Məmmədov da hücuma qoşulub. Küncdən zərbə. Ömər Paşayev künc nöqtəni işarə eləyir. Deyəsən etirazlar 50 oyuna görə idi. Yox, kifayət qədər yaxın məsafə idi. Stefan Polyak o məsafədə əlini çəkə bilməzdi. Məncə Ömər Paşayevin qərarı tam doğru qərar idi. Uğur Pamukun uzaqdan zərbəsi Topqapının bir xeyli üstündən keçir. Interin ehtiyat oyuncular skamyasını da bir daha xatırladım. Ehtiyat qapıcı 16 yaşlı Şahin Zəkiyevdir. 3 Xuan Qarsiya, 9 Seyidi Limani, 17 Mirsahib Abbasov, 18 Mənsur Nəhavəndi, 30 Abbas Hüseynov və 77 Vila Emilyan. Bu futbolçuları qalan dəqiqələrdə biz meydanda görə bilərik. Maraqlıdır, Sumqayıtın heyətindən Mirzağa Hüseynpur yeni transfer olunduqdan sonra Sumqayıta bu mövsümün ortasında gəldi. Yəni 8 turun ortasında gəldi və uzaqdan çox yaxşı oynayır Elşən Poladov və Pərdiz Fərzad Azad ikinci qolunu, özünü və komandasının ikinci qolunu vurmağa çox yaxın idi bu epizodda. Təkrarı yəqin ki izləyəcəyik. Hakim oyunu saxlayıb, çünki meydanda ikinci top var. Həmin zərbənin təkrarı qapıcı ilə üzbəyüz qaldı və Elşən Poladov az qala səhvə yol verəcəkdi, amma əks həmlədə təhlükəni topu uzaqlaşdıra bildi. İndi Emin Mehdiyev altdan oyunu başlayacaq. Mirzağa Hüseynpurdan fikrimi tamamlayayım. Mirzağa Hüseynpur ilk dəfədir ki, bu sifariş olunub. Sumqayıtın heyətində 18-likdə yer alıb. Uğur Pamuk geri oynuyor. Hamid Quluzadə, Nodar Məmmədov. O da geriyə oynamağa üstünlük verdi. Bəxtiyar Həsənazadə, cinahı dəyişir. Vurğun Hüseynov. İrəli doğru ötürmə. Amma Larsa Salıqvacı hələ bu epizodda səhvsiz oynayır. Emin Mehdiyev, Uğur Pamuk. Uğur Pamuk əla ötürməkdir. Başla zərbə haqqında eyni sözü təəssüf ki deyə bilməyəcəyəm, amma zərbəni vuran futbolçu, səhv eləmirəmsə Ağabalar Ramazanov o zərbənin əla alınması üçün əlindən gələn elədi. Pərdiz Fərzad Azad idi bu zərbəni vuran futbolçu, amma onun zərbəsi istədiyi kimi alınmır. Samir Abbasovun bu epizoda təəssüfünü bax, ifadə etməyək, gördünüz. Fuad Bayramov, Enur Abdullayev, Diego Martins. Rəqibindən yaxşı sıyrıldı Diego Martins, amma ötürmədə az qala səhvə yol verəcəkdi. Abatsiyev yaxşı oynayır. İndi sağ cinahdan İlkin Qırtımov da irəli gəlib. İlkin Qırtımov geri oynayır. Denis Silva, Salıqvacı, Kvekve, Fuad Bayramov, Diego Martins, Diego Martins top bitirir Interin futbolçuları. Sumqayıtın futbolçuları isə irəli vurdular. Tural Rzayev Fuad Bayramovla top uğrundan mübarizə. Son anda Fuada deyərək top meydanı tərk eləyir. Out 26-cı dəqiqə gedir. Hesab 1-0'dır. Emin Mehdiyev sağ cinahdan bütün out atışlarını məhz o yerinə yetirir. Emin Mehdiyev geri oynadı. Bəxtiyar Həsənazadə qapıcısını gördü və topu başla ona ötürdü. Ələ götürmək olar. Məhz başla ötürmə olduğu üçün Şahirüddin elə də eləyir. Və Vurğun Hüseynova dərhal topu tutan kimi ötürür. Vurğun Hüseynov topu meydanda saxlaya bilirmi? Çətinliklə saxladı. Şahirüddin indi Bəxtiyarla oynayır. Bəxtiyar Həsənazadə.
riskli hərəkətlərdir. Interin futbolçuları pressing tətbiq edirdilər. Və bu pressingin nəticəsi kimi Şahruddin təzyiqi görüb topu qüvvətli zərbə ilə irəli vurdu. İndi Vurğun topu yenidən Şahruddin ötürür. İrəli vurma olar. Məni eşitdi Şahruddin. Pərdiz. Saxlaya bilmədi topu Pərdiz. Yeganə qolun müəllifi maçda. Qayda pozuntusu. Sarı vərəqə. Emin Mehdiyevə. Bir qədər əvvəl də sizə xatırlatdım. Emin Mehdiyev sistematik şəkildə qaydanı pozurdu və bu sistematik qayda pozuntusunun nəticədə Emin Mehdiyevə sarı vərəqə göstərilməsi ilə nəticələnəcəyini demişdim və elə də oldu. Emin Mehdiyevi sistematik qayda pozuntusunu görən Ömər Paşayev Emin Mehdiyevi xəbərdarlıqla cəzalandırdı və bu sarı vərəqə bundan sonra Eminin bəlkə də daha ehtiyatlı oynamasına zəmin yaradacaq. Salıqvadze Denis'le oynuyor. Denis Silva. Ahmet Quluzadə. Fərdi mübarizədən qalib ayrılsa da mübarizənin nəticəsi olmadı. Əziyyət çəkdi, topu aldı, amma asanlıqla topu rəqibə verdi. Xodar Məmmədov. Yenidən Hamid, top ona çatmır. Elnur Abdullayev tabanla yaxşı oynamışdı Elnur Abdullayev. Stefan Polyak, çox gözəl ötürmə Stefan Polyakdan. Yuri Fomenko, amma qayda pozuntusu yoxdur. Top meydanı tərk eləyir. Qapıdan zərbə olacaq. Bu arada Vurğun Hüseynov zədələnib. Epizodun təkrarını bir də izləyək. Qayda pozuntusu var idimi? Top uğrunda bu fərdi mübarizə idi. İkili mübarizədə Vurğun Hüseynov müvazinətini saxlaya bilmədi və yerə yıxıldı. Hakim bu epizodda doğru qərar verdi. Şahruddin tələsmir. Ona görə ki, komandası hesabda irəlidədir. Oyunun sürətini, tempini mümkün qədər aşağı salmaq lazımdır. Lazım olan qol vurulub. Inter də təbii ki, bu dəqiqələrdə riskə getməyəcək. Bu da tam normaldır. Ağabala Ramazanovu düşündü Pərdiz, amma Ağabala Ramazanov sanki onun belə tez oynayacağına hazır deyildi. Və olan halda topu Interin futbolçuları ələ keçirdilər, amma sona qədər mübarizə yenidən topun qazanılmasına gətirib çıxardı. Xodar Məmmədov out atışını məhz o yerinə yetirəcək. Sumqayıtın sol cinah müdafiəçisi Xodar Məmmədov. Top Pərdizə gəlmir. Növbəti out. Bu outlarla yavaş-yavaş asta-asta rəqib qapısına daha yaxınlaşır Sumqayıt. Pərdiz. Yenidən Nodar. İndi out əl dəyişir. İlkin Qırtımov. Yuri Fomenko. Martins. Sağ cinaha çəkilib. Elnur Abdullayev ilə mövqələrini dəyişiblər. Gedişləri bütün komandalarımızın ifasında biz demək olar ki, görürük, hər oyunda görürük. Yuri Fomenko'nu çox yaxşı gördük. Yuri Fomenko topu hələ ki özündə saxlaya bilir. Diego Martins. Fomenko. Kvekve. Abbasiyevin zərbəsi. Top qapının bir xeyli üstündən keçir. Qapıdan zərbə. İlk yarım saat artıq tamamlanıb oyunda və yarım saatin tamamında Sumqayıt hesabda öndədir. Zahir Sıvanadze düşünür. Nə edə bilərəm? Hansı dəyişikliyi edə bilərəm? Hansı taktiki həmləni eləyə bilərəm? Sözsüz ki, bunu düşünür. Amma bunun üçün, taktiki həmlə etmək üçün, hansısa dəyişiklik etmək üçün hələ tezlik kifayət qədər vaxt var. O baxımdan amma Zahir Sıvanadze'yi qayğılandıran başqa məsələ kifayət qədər zədəli futbolçunun olmamasıdır. Olmasıdır, daha doğrusu istəyirəm. Və indi ikili mübarizədə Denis Silva.
Təkrar izləyək. Hamid Quluzadə Şobu da oynamışdı və Ömər Paşayev buna sonuncu xəbərdarlıq da demək olar. Ömər Paşayev Hamid Quluzadəyə sanki sonuncu xəbərdarlıq elədi. Bir daha bu hədəcat təkrar olunarsa Hamid Quluzadə sarı vərəqəni görəcək. Denis Silva müvəffəqlikdən Denis üçün hər şeyi yaxşı qutardı. Denis oyunu davam etdirəcək. Salukvadze. Fuat Bayramov. Salukvadze. Avatsiyev yenidən Salukvadze ilə oynuyor. Salukvadze Denisi tapdı. Yəqin ötürmələrin statistikasına baxsaq, daha çox hansı futbolçular arasında ötürmələrin olduğu statistikasına baxsaq, Salukvadze topu ən çox Denisə ötürən, Denis isə topu ən çox Salukvadzeyə ötürən futbolçu kimi yəqin ki, statistikaya düşəcək. Məhz bu iki futbolçu arasında ötürmə daha çox olub. Bu arada cərimə zərbəsi təyin edir Ömər Paşayev. Təhlükəli mövqe saymaq olar. Kobudluğu var idi. Sarı vərəqə isə göstərilmir bu epizodda. Hakim indi 9 metr 15 santimetrə çəkir Sumqayıtın futbolçuları. Canlı sətdir. 9 metr 15 santimetri müəyyənləşdirdikdən sonra cərimə zərbəsini vurmaq üçün işarə veriləcək. Maraqlıdır. Sprey olacaqmı? Spreyi var. Ömər Paşayevin. Yox, ehtiyac görmür. Kvekvi. İndi cərimə zərbəsini yerinə yetirəcək. Birbaşa qapıya zərbə olacaqmı? Xeyr, bu ötürmədi. Denis Silva istiqamətində. Denis Silva qaydanı pozur. Rahat nəfəs almaq olar. Sumqayıtın baxımından sözsüz ki. Zaur Svanadze kifayət qədər qayğılıdır. Həmin epizodun təkrarını bir daha izləyək. Emin Mehdiyev mövqe seçimində səhvə yol verməmişdi. Hüseyin Seyidov, Rauf Əliyev, Nizami Hacıyev, Kasradze, Benitez bu futbolçular, Salahat Ağayev bu futbolçular, Zaur Svanadze'nin ixtiyarında olan bu futbolçular zədəlidir və bugün kifayət qədər problemlərlə Sumqayıt qarşısına çıxıb. Inter, İlkin Qırtımov, Mehdiyev yenidən topu uzaqlaşdırır. Ömər Paşayev vaxtında çəkildi və rəqib komandalara mane olmadı futbolçulara. Başına zərbə olacaqmı? Xeyr. Eldar Məmmədov topu uzaqlaşdırır. Abdullah Basiyev Kvekve ilə oynayır. Kvekve İlkin Qırtımov sağ cinatda top istəyirdi. Xeyr. Diego Martins ilə oynayır. Kvekve topu Abasiyev ötürür. Stefan Polyak. Enur Abdullayev. Diego Martins. Təhlükəni uzaqlaşdırırlar. Top yenidən Interin futbolçularındadır. Abasiyev topun qəbulunda səhvə yol verdi. Ümumiyyətlə peşəkar futbolçu, Inter kimi komandanın şərəfini qoruyan futbolçu. Epizodun təkrarını izləsək, həmin epizodun təkrarını izləsək, topu saxlayarkən, topu ram edərkən o qədər topu irəli buraxmağı ümumiyyətlə peşəkar futbolçuya, özünə peşəkar deyən futbolçuya yaraşan hərəkət deyil. Şahruddin Məmmədəliyev qapıdan zərbəni yerinə yetirəcək. İrəli doğru ötürülən top, Pərdis. Bütün toplar fikir verirsinizsə Şahruddin tərəfindən məhz Pərdisin olduğu mövqeyə ötürülür və həmin mövqedə Pərdis kifayət qədər top uğrunda hava mübarizələrində kifayət qədər yaxşı təsir bağışlayır. Və yeganə qolun da hələlik maçda vurulmuş yeganə qolun da müəllifi məhz Pərdisdir. Out. Fuat Bayramov. Interin hücumu təhlükə ala bilər. Polyakın zərbəsi, Kvekve'nin zərbəsi və hesab bərabərləşir. Inter Sumqayıtla səfər görüşündə qarşılaşmanın 36-cı dəqiqəsində hesabı bərabərləşdirir. Yaxşı hücum təşkillədi Interin futbolçuları və maraqlı qarşılaşma izləyirik. Gəlin etiraf eləyək. Turun son oyunu kifayət qədər maraqlı keçir və 36 dəqiqə ərzində artıq 2 qol da izləmişik. Kvekve'nin uzaqdan zərbəsi daha dəqiq, daha bütöv adını deyən Nika Kvekveskili oyunda vurulan ikinci qolun müəllifi oldu və Sumqayıtla qarşılaşmada Inter hesabı bərabərləşdirir. Həmin qolun təkrarını müxtəlif rakurslardan bizə rejissorlarımız təqdim edirlər. Buna görə təşəkkürümü bildirirəm mən rejissorlarımıza.
Stefan Polyak hesab bərabərləşdi. Oyunda hesab bərabərləşdi. Bundan sonra maraqlı dəqiqələr izləyəcəyimizə əminəm. Fuad Bayramov sol cinahda topu qəbul edir Fuad Bayramov. Onun cərmə meydançasına ötürdüyü top və Şahrudin Məmmədəliyev səhsiz oynayır və vaxtında topu tutur. İndi Şahrudin biraz tələsəcək. Əgər qələbə qazanmaq istəyirlərsə, tələsməlidir sözsüz ki, Nodar Məmmədov. Onun ötürmədə səhvi İlkin Qırtımov. Yenur Abdullayev topun qəbulunda səhvə yol verdi. Emin Mehdiyev. Tural Rızayev. Çertaqanov. İllərin təcrübəsidir Çertaqanov. Hamid Quluzadə. Yaşının çox olmasına baxmayaraq, sanki 18 yaşlı gənc futbolçunun həvəsi var bu futbolçuda. Nömrəsinə uyğun olaraq mən 18 yaşlı dedim. 18 nömrəli formanı geyinir və alqışa layiq futbol hər zaman nümayiş etdirir. Oyundan kənar vəziyyət. Lansmanlardan biri, Musayevlərdən daha doğrusu biri. Hər iki bu oyunun hər iki lansmanları, yan xətt hakimləri Musayevlərdir. Mən onu nəzərdə tutmuşdum. Stefan Polyak Kvekve ilə oynadı. Kvekve sağ cinahdan İlkin Qırtımovun boş mövqeyə açıldığını gördü. İlkin Qırtımov topu meydanda saxlayır və qaydanı da pozur. Vaqif Musayev və Elman Musayev oyunun yan xətt hakimləridir. Uğur Hüseynov əli ötürmə alındı. Ağabala Ramazanov aşırtma zərbə düşündü, amma Ağabala Ramazanovun yaxşı düşünmüşdü. Qapıçının bir qədər önə çıxdığını gördü. Təkrarı bir daha izləyək, amma zərbə istədiyi kimi alınmadı. Oyundan kənar vəziyyət də yox idi. Ağabala Ramazanov, amma Pərdis də gəlirdi komanda yoldaşına köməyə. Ağabala Ramazanov bir qədər başını qaldırıb bir anlıq Pərdisi görsəydi, daha bəhrəsi olan daha yaxşı hücumun izləyə bilərdik. Sumqayıt. Ağabala Ramazanov istiqamətində ötürülən top. İlkin Qırtımov. Yaxşı oynadı İlkin Qırtımov. Təhlükəli əks hücum ola bilər Abdullah Batsiyev. Əgər ötürmələr dəqiq olsa, Diego Martins, Kvekve. Cinahı dəyişmək olar. Batsiyev. Yuri Fomenka. Mərkəzdən irəliləməyə hələ ki üstünlük verirdi Interin futbolçuları, amma bu heç də uğurlu cəhd alınmadı. Fuad Bayramov. Bugün reportajın əvvəlində Interin daha çox 3 mərkəz müdafiəçisi ilə oynadığını deyirdik, amma bugün Inter fərqli sistemlə oynayır. 4 müdafiəçi görürük, onlardan ikisi mərkəz müdafiəçisidir. Sağ cinah və sağda və solda cinah müdafiəçiləri. Yəni Interdə bugün 4-2-3-1 taktiki sxeminə üstünlük verib. Hələ ki bu taktika nə dərəcədə özünü doğruldur. Siz özünüz daha yaxşı qiymət verərsiniz. Mənə gəlir ki 1-1 hesabı hələ heç də hər şey demək deyil. Qarşıda kifayət qədər vaxt var. 40-cı dəqiqə artıq başa çatmaq üzrədir. Sumqayıtda, Kapital Bank Arenada qarşılıqlı qollar var. Hesab 1-1'dir. Emin Mehdiyev. Özü irəlilədi. Topu itirsə də Uğur Pamuk komanda yoldaşı sığortaladı və bravo Ömer Paşayev. Abdullah Batsiyev təhlükəli əks hücumun qarşısını bilərəkdən kəsdiyi üçün Ömer Paşayev oyunu saxladı və Abdullah Batsiyevə sarı vərəqə göstərdi. Sözsüz ki Ömer Paşayevin bu qararına şübhə etmək olmaz. Uğur Pamuk topu buraxır. Nodar Məmmədov öz mövqeyini buraxaraq məhz cərimə zərbəsini yerinə yetirmək üçün sağ cinaha gəlib. Nodar Məmmədov cərimə zərbəsini yerinə yetirəcək. Uzaq güncə mi göndərəcək topu? Uzaq güncdə Ağabala Ramazanov şahid edildi? Yox.
Ağabalar Ramazanov oyundan kənar vəziyyət. Vaqif Musayevin bayrağı havadadır. Bəli, oyundan kənar vəziyyət var idi. Ağabalar Ramazanov oyundan kənar vəziyyətdə idi. Salıqvadze Elçən Poladov oynayır. Elçən Poladov topu irəli vurur. Top meydandadır. Xeyr, Emin Mehdiyev topun meydandan çıxmasını gözlədi. Çünki top rəqibə dəyərək, Elnura dəyərək meydandan çıxmışdı. Out. Pərdiz. Tural Rzayev. Tural Rzayev top hələ közündə saxlayır cinahda. Uğur Pamuk. Emin Mehdiyev də köməyə gəlib. Yenidən Tural. Ötürmə edə biləcəkmi? Emin Mehdiyev. Biraz hərəkət eləməlidir Emin Mehdiyev mənə gəlir ki, bu epizodda kömək üçün. İndi Emin hərəkət etmək qərarına gəldi, amma Tural onu görmədi, ötürmədə səhvə yol verdi. Amma nəticə etibarilə top yenidən Sumqayıtın futbolçularındadır. Emin Mehdiyev, Tural Rzayev, Uğur Pamuk, yenidən Emin Mehdiyev. Emin Mehdiyevin ötürməsi qayda pozulur. Pərdiz, Fərizad, Azad qaydanı pozur. 43-cü dəqiqə, birinci hissə başa çatmaq üzrədir. Mən tam səmimi deyirəm. Kifayət qədər maraqlı oyun keçir. Bu 43 dəqiqənin necə gəlib keçdiyinin heç fərqinə də varmadıq. Çox maraqlı oyun izləyirik və 2 də qol var, qarşılıqlı qollar var. Elçən Poladov. Şertəqanov. Ötürmədə səhvə yol verdi. Kvekve. Yuri Fomenko'nu yaxşı gördü. Yuri Fomenko Fuat Bayramovuna köməyə gəlmişdi, amma Yuri Fomenko topu özündə saxlamaq qərarına gəldi. İlkin qırtığım istiqamətində ötürmə. Qapıya zərbə olacaqmı? Diego Martins. Onun zərbəsindən sonra Şahruddin yaxşı oynayır. Kimə? Bax, burada bu sualı vermək yerinə düşür. Şahruddin bir qədər tələsdi. Çünki Pərdiz həmin mövqeyə hələ çatmamışdı. Diego Martinsin ötürməmi, zərbəmi, artıq siz özünüz buna qərar verin. Hər halda Şahruddin yaxşı oynadı, mövqeni yaxşı seçmişdi. Tural Rzayev out atışını bu dəfə o yerinə yetirdi. Uğur Pamuk. Emin Mehdiyev Tural Rzayevə etirazını bildirir. Out'u niyə məhz ona buraxmadığı üçün. Amma Tural tələsmişdi bir qədər. Qayda pozuntusu. İlk qaydanı pozan məhz Fuad Bayramov idi. Hakim ona görə oyunu saxlamışdı artıq. Laşa Salıqvadze Abatsiyevlə oynayır. Abatsiyev. Bütün oyunlar məhz Abatsiyevdən qurulur. Bütün hücumlar Interin ifasında. Şahruddin yaxşı oynadı. Bəxtiyar. Həsən Alzadə topu irəli vurur. İlk hissənin son dəqiqələrində sanki bir qədər temp aşağı düşüb. Hakim nə qədər əlavə eləyəcək? Bir dəqiqə yəqin ki əlavə olunacaq. 4-cü hakimin işarəsini biz indi görəcəyik. 4-cü hakim Nail Nağıyevdir. Bir dəqiqə əlavə eləyir Nail Nağıyev. Ekranlarınızda da görürsünüz. Abatsiyev. Qarşılaşmada son bir dəqiqəni, birinci hissənin son bir dəqiqəsini izləyəcəyik. Birlərdən söz düşmüşkən hesab da 1-1'dir. Kvekve. Son bir dəqiqədə olacaqmı? Out. Interin futbolçularındadır top. Diego Martins rəqibindən yaxşı sıyrıldı. Bu Ağabalar Ramazanov idi. İlkin Qırtımov da cinahda top istəyirdi, amma o Fomenko'nu düşündü. Fomenko isə top çatmır. İndi Vurğun Hüseynov, Nodar Məmmədov oynayır. Ağabalar Ramazanov isə top çatmır. İlkin Qırtımov, Interin hücumu davam edəcək. Stepan Polyak, Abatsiyev, Emir Abdullayev, Stepan Polyak,
Uzaqdan zərbə ola bilərmi? Elə də eləyir, Stefan Polyakın zərbəsi top qapının üstündən keçir və Ömər Paşayev də bu zərbədən sonra ilk hissənin başa çatdığını bildirən fitini səsləndirir. İlk hissədən sonra hesab 1-1'dir. Qarşılaşmanın əvvəlində Sumqayıt hesabı açdı. Əks hücumda Fərcad Azad ilk qolun müəllifi oldu. Amma ikinci hissənin sonlarına yaxın Inter'in 7 nömrəli futbolçusu Gürcüstanlı legioneri Nika Kvekveskiri hesabı bərabərləşdirən qolu vurdu. Biz sizinlə qısa fasiləyə ayrılırıq. Qısa reklam fasiləsindən sonra yenidən Sumqayıta, Kapital Bank Arenaya qayıdacağıq. Bir daha axşamınız xeyir olsun. Sizi Sumqayıtdan, Kapital Bank Arenadan salamlayırıq. Topaz Premier Liqasında 8-ci turun son maçı Sumqayıt Interi qəbul eləyir. İlk hissədən sonra hesabda bərabərlik var. Əsas odur ki, qol var. 2 qol izləmişik. Maçın gedişində hesabı Sumqayıtın futbolçuları açdılar. Fərzad Azad həmin İlk hissənin ən maraqlı görüntülərini rejissorlarımız bizə təqdim edirlər. Qolları da izləyəcəyik. Fərzad Azad hesabı açdı. Daha sonra Nika Kvekveskiri Inter'in bərabərlik topunu vurdu. Ümumiyyətlə ilk hissədə topa nəzarət Inter'in xeyrinə idi. 58%-in 42% nisbətində. Qapıya ilk təhlükəli zərbə və kifayət qədər yaxşı qol alındı. Inter'in futbolçularının hücumun ləp əvvəlində Fuad Bayramovun səhvi var idi. Fuad Bayramovun səhvindən sonra hücumu Fərzad Azad başladı və özünün də başladığı hücumu özü qolla tamamladı. Samir Abbasovun ilk sınağına keçən, ilk imtahanına çıxan Sumqayıtın baş məşqçisi postunda qol sevincini gördüyü izlədik. Sumqayıt ikinci qol vurmağa da çox yaxın idi. Amma Elşən Paladov öz şəhərlilərinin qol vurmasına imkan vermədi. Peşəkarlıq nümayiş etdirərək Elşən Paladov az qalıcı da səhvə yol verəcəkdi. Inter'in hücumunu izləyirik. Ümumiyyətlə ilk hissədə kobudluqlar kifayət qədər idi. Qolun təkrarı, Kvekvenin qolu, Inter'in bərabərlik qolu. Sumqayıt ilk hissədə 20 dəfə qaydanı pozub. Nə az, nə çox. Düz 20 dəfə. Maraq üçün sadəcə onu deyəcəm. Inter cəmi 3 dəfə qaydanı pozub ki, bu 3 qayda pozuntusundan biri də sarı vərəqə ilə cəzalandırılıb. Inter niyyətində isə bu qayda pozuntularının, bu 20 qayda pozuntusundan ən az əminliklə deyə bilərəm 4də biri Emin Mehdiyevin payına düşür. Kapital Bank Arenada görüntü həqiqətən də təqdirə layiq görüntüdür. Bildiyiniz kimi bugün 18 oktyabr Azərbaycanda müstəqilliyin bərpa edilməsinin 24 illiyi qeyd olunur və müstəqilliyimizin bərpasından düz 24 il keçir. Bu münasibətlə Sumqayıt klubu stadionu Kapital Bank Arenanın Azərbaycan bayraqları ilə bəzəyib və mənə gəlir ki, bu biraz xoş görüntülər yaradı və buna görə Sumqayıt klubuna təşəkkür bildirməmək günah olar. Bir qədər sonra komandalar meydana daxil olacaqlar. Baxaq, ikinci hissənin əvvəlində əvəz etmələr olacaqmı?
əvəz etmələrdən söz düşmüşkən, ehtiyat oyuncular skamyasında meydana girə biləcək futbolçular haqqında mən məlumat verim. Sumqayıtda ehtiyat qapıcı Tərlan Əhmədlidir, 8 Nuran Qurbanov, 9 Mirzağa Hüseynpur, 13 Murad Ağayev, 22 Tofiq Mikayılov, 27 İsmail Babayev və 99 Əli Mərdanlı. Maraqlıdır, 27 nömrəli futbolçu ehtiyat oyuncular skamyasında əyləşən İsmail Babayevin cəmi 16 yaşı var. Samir Abbasov məhz onu sifariş ərizəsinə, onun adını sifariş ərizəsinə salıb Sumqayıt futbolunun, Sumqayıt komandasının yetirməsidir. Əvəzedici heyətdə çıxış eləyir və bu mövsüm kifayət qədər uğurlu çıxışla yadda qalıb. Hər halda futbol ekspertlərinin qənaəti belədir. 16 yaşlı futbolçu, 16 yaşlı qapıcı Interin ehtiyat oyuncular skamyasında Şahin Zəkiyevdir, Juan Garcia, Seyidi Limani, Abbas Mir Sahib, Mənsur Mahəndi, Abbas Hüseynov və Vila Emilyan. Bu futbolçular da Interin ehtiyat oyuncularıdır. Qalan dəqiqələrdə biz futbolçulardan üçünü, ən azı üçünü, ən çoxu üçünü daha doğrusu meydanda görəcəyik. Amma ikinci hissəyə səhv etmirəmsə dəyişikliksiz başlayır hər iki komandalar. Odur ki, mən start heyətlərini xatırlatmağa dəyər. Sumqayıt qapını Şahruddin Məhəmmədəliyev qoruyur, 3 Vurğun Hüseynov, 7 Pərdiz Fərcad Azad, 10 Uğur Pamuk, 14 Bəxtiyar Həsən Alzadə, 15 Nodar Məmmədov, 18 Aleksandr Çertaqanov, 24 Amid Quluzadə, 23 Tural Rızayev, 39 Emin Mehdiyev və 55 Ağabala Ramazanov. Kapitan Vurğun Hüseynovdur. Baş məşqçi isə Samir Abbasovdur. Bu Sumqayıtın baş məşqçisi kimi Samir Abbasovun ilk oyunudur. Inter kifayət qədər problemlərlə və zədə epidemiyasından çarpışır, vuruşur. Bununla belə kifayət qədər maraqlı və döyüşkən heyət izləyirik Interin heyətində. Qapını Yeşan Poladov qoruyur, 5 Denis Silva Cruz, 6 Laşa Salukvadze, 7 Nika Kvekveskiri, 10 Enur Abdullayev, 15 Stepan Polyak, 20 Yuri Fomenko, 22 İlkin Qırtımov, 23 Diego Martins, 24 Fuat Bayramov, 88 Abdullah Abasiyev. Komandanın kapitanı Yeşan Poladovdur. Ənənəyə sadiq qalıb Inter, qapıcı kapitandır və baş məşqçi isə Zaur Svanadzedir. Beləliklə, Ömər Paşayevin ikinci hissənin start fiti səslənir. Ömər Paşayev işarəni verdi və ikinci hissəyə Sumqayıt başladı. Hər üç komandaya ilk hissədə olduğu kimi uğurlar arzuluyuruq. Hər üç komanda futbol adına bugün çox şey etdilər. Söhbət Hakimlər komandasından da gedir. İlk hissədə səhvsiz və maraqlı, kifayət qədər gərgin oyunun şahidi olduq və Ömər Paşayevin də qərarları alqışa və təqdirə layiq idi. Hələlik oyuna müdaxilələrində də Ömər Paşayev kifayət qədər seçilir. İndi Interin hücumu təhlükə ola bilər. Diego Martins sözü irəlilədi. Zərbə vurmağa ona imkan vermədilər Sumqayıtın futbolçuları. Tural Rızayev, zədəli futbolçu var, topu meydandan kənara vurur. Bir qədər əvvəl Interin zədəlilərdən əziyyət çəkdiyini dedik. Söhbət qapıcı Salahət Ağayevdən gedir, əsas qapıcıdan. O da zədəlidir. Bundan başqa Mir Hüseyin Seyidov, Rauf Əliyev, Nizami Hacıyev, Laşa Kasradze və İvan Benitez. Bunlar zədəli futbolçular Inter heyətində. Sumqayıtda isə bir zədəli futbolçu var. Bu da Mikayıl Rəhimovdur. Ötən oyunda Mikayıl Rəhimov start heyətində yer almışdı. Bəxtiyar Həsən Alzadənin səhv etmirəmsə yoxluğunda məhz ona şans vermişdi Aqil Məmmədov. Artıq Sumqayıtın keçmiş baş məşqçisi. Abdullah Basiyev Stefan Polyakla oynayır. Bəxtiyar Həsən Alzadə topu çıxararkən səhvə yol verdi, amma Emin Mehdiyev onun səhvini sığortalayır. Qayda pozuntusu yoxdur. Amma zədəli futbolçu var. Ömər Paşayev oyunu saxlayacaq. Ömər Paşayev oyunu saxlayacaq. Emin Mehdiyev. Gözəlim Azərbaycan bayrağı. Emin Mehdiyev ilk hissədə də kifayət qədər çobudluqlarla yadda qalırdı və onun sistematik qayda pozuntusunu Ömər Paşayev sarı vərəqə ilə cəzalandırdı. İndi oyuna başladı Ömər Paşayev. Sumqayıtın futbolçuları topu rəqibə verdilər. Yazılmamış fair play qaydalarına uyğun olaraq Yeşan Poladov Pərdiz
Əla düşündü Ağabalar Ramazanovu. Ağabalar Ramazanov yenə aşırtma zərbə vurmaq istədi. Amma bu dəfə də onun aşırtma zərbəsi istədiyi kimi alınmadı. Ömər Paşayev künc nöqtəni göstərir. Küncdən zərbə dərhal yerinə yetirildi. Uzaqdan zərbə vurulur. Top qapının azacıq üstündən keçir. Eşan Poladov dərhal reaksiya verdi. Cəlb başladıqları üçün oyuna Hamid Quluzadə idi zərbəni vuran futbolçu. Fuad Bayramov, Nur Abdullayevlə oynayır. Nur topu itirir. Pərdis. Bakıya zərbə, Uğur Pamuk. Zərbəsi top qapının üstündən keçir. Sol ayağı ilə, alışmadığı sol ayağı ilə zərbə vurdu. Çünki həmin mövqedən, zərbə mövqeyindən sağ ayağı ilə zərbə vura bilmirdi Uğur Pamuk. Pərdis. Bir qədər əvvəlki epizodun təkrarını izləyirik. Çox yaxşı ötürmə idi Ağabalaya. Bu isə Uğur Pamukun zərbəsidir. Eşan Poladov topun qapının üstündən keçəcəyini gördü və əlini çəkdi. Kvekve. Nur Abdullayevlə oynayır. Sol cinahdan Fuad Bayramov top istəyirdi. Top məhz Fuada da ötürülür. Fuad Bayramov. Nur Abdullayev qayda pozulur. Ömər Paşayev. Emin Mehdiyev sanki məndə elə təəssürat yaradır ki, Ömər Paşayevə deyir ki, mən qırmızı istəyirəm, qırmızı vərəqə, ikinci sarı vərəqəni istəyirəm. Halda ikinci hissədə sistematik qayda pozuntularla başlayıb bu futbolçu ilk hissədə sarı vərəqə ilə cəzalandırılıb. Oyundan kənar vəziyyət, top qapıdan keçir, amma zərbədən öncə Vaqif Musayevin, Linesman Vaqif Musayevin bayrağı havadaydı və Ömər Paşayev bunu vaxtında gördü. Təbii ki, sözsüz ki, oyundan kənar vəziyyət. Ən azı 1-2 metr iki futbolçu birdən oyundan kənar vəziyyətdə idi. Amma zərbəni vuran futbolçu, ən əsası zərbəni vuran futbolçu Yuri Fomenko özü ofsayda düşmüşdü. Elçin Qırtımov Denis Silva ilə oynayır. Denis Silva komanda yoldaşlarını axtardı və Polyakı tapdı. Polyak isə Salukvadze ilə oynayır. Salukvadze cinahı indi dəyişə bilər. Elə də eləyir. Fuad Bayramov. Top irəli vurur Fuad Bayramov. Fomenko. Ondan öncə Vurğun Hüseynov təhlükəni uzaqlaşdırdı. Pərdis. Hesab 1-1'dir Sumqayıtda. Ötürmə Ağabalar Ramazanovun 3-cü cəhdi də uğursuz alınır. Bu futbolçu, daha doğrusu 4-cü cəhdi üzr istəyirəm. Bu futbolçu artıq 3 dəfə, ikisi birinci hissədə olmaqla gol vurmağa yaxın olub. Amma Ağabalar Ramazanov hər 3 epizodda imkanı əldən verib. Bu isə 4-cü cəhd idi. Zərbə vura bilmədi, topa vaxtında çata bilmədi Ağabalar Ramazanov. Ağabalar Ramazanov da Neftçinin yetirməsidir. Ömər Məmmədov, Hamid Quluzadə yaxşı görmüşdü komanda yoldaşını. Amma Denis Silva onun niyyətini oxudu. Fuad Bayramov irəli vurur. Vurğun Hüseynov. Nur Abdullayev. Kvekve. Denis'le oynadı. Denis. Inter'in Gürcüstanlı futbolçusu komandasının növbəti hücumunu təşkil edir. Diego Martins sağ cinahdan çox yaxşı irəlilədi. Amma Şahridin Məmmədəliyev vaxtında qapısını tərk edərək Fomenko'ya topun çatmasına imkan vermədi. Hamid Quluzadə Uğur Pamuku çox yaxşı gördü. Hamid Quluzadə, Uğur Pamuk indi sol cinahdan özü cərimə meydançasına girməyə çalışır. Özü zərbə vuracaqmı? Xeyr. Divar ötürməsi düşündülər. Ağabalar Ramazanovla bu istək alınmadı. Sumqayıtın hücumu davam edəcək. Çertaqanov, Hamid Quluzadə, yenidən Uğur Pamuk. Çertaqanov, Hamid Quluzadənin uzaqdan zərbəsi. Eşan Poladov yaxşı mövqe seçmişdi və etiraf eləmək lazımdır ki, zərbə də istədiyi kimi alınmadı Hamidin ifasında. 52-ci dəqiqə hesab 1-1'dir. Hesabı tez-tez xatırlatmağa dəyər. Maçda hesabı Sumqayıt açıb, Inter isə bərabərlik golunu vurub. Bir qədər əvvəl divar paslaşması, yox, qayda pozuntusundan söhbət gedə bilməz burada. Ömər Paşayev epizoda çox yaxın idi və düzgün qərar verdi. Elçin Qırtımov. Hamid Quluzadə. Tural Rzayev. Yenidən Hamid topladı. Vurğun Hüseynov qapısını tapdı, topunu ötürdü. Şahruddin.
Ağabala Ramazanov cəld oynayır. Amma dəqiq oynamadı Ağabala. Diego Martins rəqibindən yaxşı sıyrıldı. Ötürməsi haqqında indi sözü demək istəsək də deyə bilmirik. Nodar Məmmədov. Fərdi istiqamətində ötürülən top. Orpamuk. Sağ cinahdan komanda yoldaşını çox yaxşı gördü Emin Mehdiyevi, amma ötürməsi dəqiq olmur uğrunda. 8-ci turun bu son oyunudur. 8-ci turun digər 4 oyununu bir daha xatırladım. Nəticələri bir daha xatırladım. Turun ilk oyunu Bayal Arenada keçirildi. Rəvan Kəpəz qarşılaşmasını nəzərdə tuturam. Həmin görüşdə Gəncəlilər 2-0 hesablı qələbə qazandılar. Qarabağ ötən gün baş tutmuş qarşılaşmada Zirəni 4-1 hesabı ilə məğlub etdi və liderliyini davam etdirdi. Neftçi Qəbələyə məğlub oldu. Xəzər Lənkəran isə bugün keçirilmiş artıq başa çatan qarşılaşmada bu arada Ağabala Ramazanovun zərbəsi kifayət qədər təhlükəli alındı. Sol ayağı ilə vurdu zərbəni. Eşən Poladov yaxşı oynayır. Xəzər Lənkəran 3-1 hesablı qələbə qazandı Azalla görüşdə. Gücdən zərbə. Hamid Qulzadə özü zərbə vuracaq. Bu dəfə yerdən zərbə vurur. Top yenidən rəqib futbolçuya deyərək meydanı tərk elədi. Növbəti gün zərbəsi və dərhal Sumqayıtın futbolçuları gün zərbəsini yox, bu dəfə yaxın güncə ötürülən top başla zərbə çox yaxşı alınmışdı. Amma top qapının üstündən keçir. Zərbəni vuran futbolçu Fərdisi idi. Turnir cədvəlində Qarabağın liderliyi var. 20 xalı var Qarabağın. Qəbələ 19 xalla ikincidir. Zirənin 15 xalı var. Inter ehtiyatında bir oyunu var, hələ tamamlanmayıb. Söhbət Sumqayıtla hazırda izlədiyiniz qarşılaşmadan gedir. 13 xalı var. Kəpəz 11 xalla 5-ci, Neftçi və Xəzər Lənkəran 9 xalla 6-cı, 7-ci yerləri bölüşdürürlər. Azalın 4 xalı var 8-cidir. Sumqayıt da eyni sayda xal toplayıb 4. Bu arada zədələnən futbolçu var meydanda. İlkin Qırtımov zədəlidir. Ağabala Ramazanov ona qarşı şobuda oynamışdı. Ömər Paşayev Ağabala Ramazanova xəbərdarlıq eləyir və şəhər edici get ilkinə ayağa qaldır. O da eləyir. Və sonuncu qələbəyə həsrət Rəvanın 2 xalı var. Denis Silva cərimə zərbəsini indi yerinə yetirəcək. İlkin Qırtımov, Polyak, Kvekve. Enur Abdullayev, Pamenka dabanla ötürməsi, Avatseyev cinahı dəyişdi. Sağ cinahda indi Polyak, Qırtımov da ona köməyə gəlmişdi. Polyak özü zərbə vuracaqmı? Elə də eləyir, zərbəsi istədiyi kimi alınmır. 56-cı dəqiqədə başa çatır artıq. Kapital Bank Arenada. Azarkeş baxımından da korluq çəkmirik. Kifayət qədər azarkeş var. Demək olar ki, tribunalarda çox az sayda boş yer var. Ümumiyyətlə, Kapital Bank Arenanın tutumu da azdır. Bu baxımdan dolu tribunalar qarşısında demək olar bu oyunu. İzləyirlər, bir dolu tribunalar qarşısında oynuyorlar və bu da təqdirə layiqdir. Mənə elə gəlir ki, Kapital Bank Arenaya bugün Sumqayıtda üstdən azarkeşlər bu oyunu izlədikləri üçün heç də təəssüf keçirmirlər. Düzdür, ikinci hissədə nisbətən oyunun tempi aşağı düşüb. Nisbətən maraqsız oyun izləyirik, amma birinci hissədə kifayət qədər gərgin və qol epizodları ilə bol oyunlar var idi. Şərtəqanov topu irəli Emin Mehdiyev istiqamətini ötürür. Emin Mehdiyev yox. Top xəttdən oyunu tərk elədi. Yan xəttdən Fuad Bayramov oyuna başlayacaq. Hamid Qulzadə. Qayda pozuntusu Ömər Paşayev oyunu saxlayır. Cərimə zərbəsi. Sumqayıtın futbolçuları cərimə zərbəsini yeni yetirəcəklər.
Hamid Quluzadə. Aleksandr Çertaqanovla oynadı. Aleksandr Çertaqanov. Pərdiz zərbə mövqeyinə çıxacaqmı? Yox. Yox, Pərdiz topu ram edərkən səhvə yol verdi və yerə yıxıldı. Ömər Paşayev isə oyuna davam işarəsi verdi. Düz də elədi. Ömər Paşayev düz də qərar verdi. Emin Mehdiyev futbolçunun adını oyun ərzində ən çox qaydanı pozan futbolçu kimi çəkmişik. Geliyor Emin, Vurğun Hüseynovla. Ağabala Ramazan istiqamətində ötürülən top. Eşan Poladov vaxtında qapısını tərk elədi və topu tutdu. Nəzərinizə çatdırım ki, son 4 oyunda Inter maraqlı statistikadır. Sumqayıta məğlub olmayıb. Üstəlik Sumqayıt son oyunda Interi 3-1 hesabı ilə məğlub etməyi də bacarıb. Hələlik Sumqayıt yenə məğlub olmur. Emin Mehdiyev topu itirir. Abatseyev özü irəliləyir. Abatseyev, Emin Mehdiyev səhvini düzəltdi və gəldi topu Abatseyevdən aldı. İndi Sumqayıtın əks hücumu təhlükəli ola bilər, amma Sumqayıtın futbolçuları Abatseyevin yerdə qaldığını görüb bu əks hücumu özləri dayandırdılar və təbii olaraq da etiraz bildirdilər. Çünki Abatseyev top meydanından kənara vurulduqdan sonra ayağa qalxdı. Sol cinaha ötürülən top. Nodar Məmmədov. Hamid Quluzadə. Az qala Şam Poladov tərəddüd elədi. Bu tərəddüd az qala qolla nəticələnə bilərdi, amma Erkən səhvsiz oynadı. Daha doğrusu Hamid zərbəni vurarkən səhvə yol verdi. İndi Kvekve Interin növbəti hücumu təşkil olunacaq. Əvəz etmələr olacaqmı və neçənci dəqiqədə etibar olacaq? Artıq oyunun başa çatmasına yarım saatdan da az vaxt qalıb. Hakimin əlavə edəcəyi dəqiqələri nəzərə almasaq, yenə qayda pozuntusu, kifayət qədər kobudluq var bu oyunda. İlk hissənin statistikasında Sumqayıtın 20 dəfə qaydanı pozduğunu desək kifayət eləyir. Inter isə cəmi 3 dəfə buna cavab verib, sözün məcazi mənasında. Kvekve Abatseyev özü zərbə vura bilər. Xeyr, onun önünü kəstilər rəqib futbolçular. Zərbə vurmağa imkan vermədilər. Belə halda Abatseyev nə edəcəyini bilmədi. Nəticə itibarilə top bitirildi. Amma Interin hücumu davam eləyəcək. Nur Abdullayev. Diego Martins. Əla. İlkin Qırtımovu çox yaxşı gördü Diego Martins. Abatseyev. Geliyor oynayır Abatseyev və ona qarşı çox mutludur. İlkin Qırtımov. Pərdiz nəyə itiraz eləyirdi? Mən başa düşə bilmirəm. Qaydanı pozmuşdu Pərdiz. İndi isə Qırtımov qaydanı pozur. Dəyişiklik olacaq Inter niyyətində. Kim oyuna çıxmağa hazırlaşır? Bir qədər sonra bu haqda dəyişiklik haqda məlumat verəcəyik. Zaur Svanadze oyuna ilk müdaxiləni yəqin ki o eləyəcək. Hamid Quluzadə top özündə saxlaya bilmədi. Bununla belə topu Interin futbolçuları meydandan kənara vurdular. Dəyişiklik olacaq. Oyuna girməyə hazırlaşan futbolçu Abbas Hüseynov idi Interin heyətində. O kimi əvəzləyəcək?
Bir qədər sonra biz bunu görəcəyik. Hələlik isə Sumqayıtın hücumu Ağabalar Ramazanov 5-ci cəhdə bacaracaqmı? 5-ci cəhdə əla zərbə vurdu, amma yaxın küncə Elşən Poladov onun zərbəsini, yaxın küncə göndərdiyi zərbəsini dəf eləyə bildi. Elşən Poladov çox yaxşı oynadı bu epizodda. Hələ ki Ağabalar Ramazanov Elşən Poladovla duellərində məğlub ayrılan tərəfdir. Növbəti ötürmə zərbə meydançası istiqamətində Emin Mehdiyevdən, amma bu ötürməyə, əgər ötürmə demək mümkündürsə, Fomenko, Diego Martinsin dabanlı ötürməsi Fomenko'ya çatmır. Qayda pozulurmu? Xeyr. Dəyişikliyə işarə olunacaq. Yəqin ki. Abbas Senov oyuna girməyə hazırdır. Zərbənin təkrarını bir daha izləyirik. Ağabalar Ramazanov yaxşı zərbə vurmuşdu. Abatsiyevi əvəz eləyəcək. Əgər diqqətinizdən yayınmayıbsa, Abatsiyev hakimin hər verdiyi qərarda etirazını bildirirdiyi çılğınlığı ilə seçilirdi. Zaur Svanadzenin də bu nəzərindən yayınmayıb. Hər halda Abatsiyev etiraz etməkdənsə oynasa yaxşıdır şüarını əldə bayraq tutaraq Zaur Svanadze Abatsiyevi oyundan çıxaracaq. Küncdən zərbə, yerdən ötürülən top. Uzaqdan zərbə olacaqmı? Çertaqanov sağ cinahda daha əlverişli mövqedə olan Ağabalanı gördü. Ağabalar Ramazanovun ötürməsindən sonra başla zərbə alınmır. Hücum davam edəcəkmi? Uğur Pamuk topu meydanda saxlamağı bacardı. Qarşısında Stefan Polyak var. Çabudluq yoxdur. Oyun davam etdirmək olar. Lək hücum. Diego Martins. Oyundan kənar vəziyyət yox idi. Oyundan kənar vəziyyət var idi. Hakim mən düşündüyümü düşünmür. Vaqif Musayev. Bəli, dəyişiklik indi baş tutacaq. Abbas Senov, Abdullah Abbasiyev əvəz eləyir. Baxaq bu dəyişiklik meydandakı düzülüşündə Interin nəyəsə təsir edəcəkmi? Herhalde biz bunu qalan 25 dəqiqə ərzində görəcəyik. Bundan kənar vəziyyət var, sözsüz. Qaydanı pozan futbolcuya qarşını qaydanın pozulması nəzərə alınmır. Çünki daha öncə qaydanı pozan məhz Fomenko idi. Bəxtiyar Hasanzadə. İlk hissədə Ömər Paşayev komandalara oynamağa imkan verirdi, amma ikinci hissədə nədənsə daha çox onun fitinin səsini eşidirik. Yuri Fomenko qarşısında 2 rəqib futbolçu var idi. Təbii ki, Fomenko bu futbolçulardan sıyrıla bilmədi, amma 6 qazandı komandası üçün. İlkin Qırtımov, Kvekve, Salukvadze. Enur Abdullayev. Abbas Senov. Oyuna yaxşı qoşuldu Abbas. Sumqayıtın hücumu. Yox, yenə nəticəsi olmur bu hücumun. Top əl dəyişir. Stefan Polyak, sağ cinahdan İlkin Qırtımov. O irəli gəlib. Yuri Fomenko. Kvekve. İlkin Qırtımov. Diego Martins topu saxlaya bilmədi. Qayda pozuntusu yox idi. Pərdiz. Ağabalar Ramazanov oynayır. Ağabala topu Pərdizə qaytarmaq istəsə də bu istəyinə nail olmadı. İndi Şahruddin topladı. Sumqayıtın qapıçısı. Üz üstünə Elşən Poladov. Interin qapıçısı. Var Bayramov. Varsa Salukvadze. Kvekve. Denis ile oynuyor. Denis Silva. Inter'in Brezilyalısı.
Kvekve. Ona qarşı qayda pozulur. 2-7 nömrəli futbolçunun mübarizəsində Sumqayıtlı Pərdiz qaydanı pozur. Diego Martins. Top Diego Martins'dəydi. Ömer Paşayev niyə oyunu saxladı? Herhalde bu tip qərarlar, bu fit səsləri oyunun tempinin aşağı düşməsinə gətirib çıxarır. Uğur Pamuk. Emin Mehdiyev. Stefan Polyak. Topu onu ötürdü Emin. Rəqib futbolcuya. Enur Abdullayev. Stefan Polyak'ı ötən mövsüm biz Simurgun heyətindən xatırlayırıq. Enur Abdullayev. Polyak. Denis Silva da meydanın rəqibə aid hissəsindədir. Denis Silva əsasən standart vəziyyətlər zamanı hücuma qoşulur. Və bir çox hallarda hətta məhsuldar da olur. Oyundan kənar vəziyyət. Baş hakimin bayrağı, yan xətt hakim bayrağı havadaydı. Yuri Fomenko və Vurğun Hüseynov arasında gərginlik. Şahurudin oyundan kənar vəziyyət. Sözsüz ki, iki futbolçu birdən-birə internetinin oyundan kənar vəziyyətdəydi, amma epizodun davamında top uğrunda mübarizədə Şahurudin Məmmədəliyev yerə yıxıldı və zədələndi. Bilirsiniz ki, qaydaları bilənlər bilir, bilməyənlərə də mən deyim. Əgər qapçı xəsarət alırsa, qapçı meydanı tərk eləmir və hakimlər məhz meydanın mərkəzində, meydanda qapçıya müdaxilə edirlər. Amma bu qayda meydanda olan futbolçuların digərlərinə aid deyil. Yalnız qapçılar istisnadır. Oyuncu dəyişikliyi olacaq. Mirzağa Hüseynpur oyuna girməyə hazırlaşır. Sumqayıtın heyətində və biz bugün Emin Mehdiyevin qırmızı vərəq alacağını görməyəcəyik. Çünki Emin Mehdiyevi Samir Abbasov oyundan çıxartdı. Emin Mehdiyevin ilk hissədə sarı vərəqəsi var idi. Bu oyunda ən çox qaydanı pozan futbolcu düzdür. Onun qayda pozuntularının statistikasını aparmamışam, açıq etiraf edeyim. Amma görünən o idi ki, Emin Mehdiyev ən çox qaydanı pozan futbolcu idi. Və indi Mirzağa Hüseynpur ilk dəfə bu mövsüm Sumqayıtın heyətində debüt eləyəcək. Mirzağa Hüseynpur. İndi Tural Rızayev çox güman ki, cinah müdafiəçisi kimi oynayacaq. Müdafiənin cinahına, sağ cinaha bir qədər geri çəkiləcək. Mirzağa Hüseynpur isə sağ cinah yarı müdafiəçisi kimi oynayacaq. Hər halda meydanda indi hal-hazırda gördüyümüz budur. Interin oyununda isə dəyişiklikdən sonra hansısa bir taktiki dəyişiklik görmürük. Abbas Hüseynov yox. Düz istəyirəm. Kvekve Abbasiyevin mövqeyinə çəkilib. Abbas Hüseynov isə bir qədər irəlidə oynayır. Bütün hücumlar məhz Kvekve'dən olacaq. Hələlik isə hücumda olan tərəf Sumqayıtdır. Ağabala Ramazanov. Çertaqanov. Yenidən Ağabala ilə oynayır. Ağabala Ramazanov. Hamid Quluzadə. Uğur Pamuk. Qayda pozuntusu hakim Ömer Paşayev bir anlıq sustu, fitini susturdu. Çünki top Sumqayıtın futbolçusundaydı, amma Uğur Pamuk dayandıqdan sonra
qayda pozuntusunu qeydə aldı. İndi cərimə zərbəsi kifayət qədər təhlükəli nöqtədəndir və belə gəlir ki, Bəxtiyar Həsənzadə o qədər özünə inamlı şəkildə topu uzağına alıb cərimə zərbəsi təyin olunan nöqtəyə qoydu ki, mənə gəlir ki, məhz elə Bəxtiyar Həsənzadə də cərimə zərbəsini yerinə yetirəcək. Canlı sətli çəkir 9 metr 15 cm məsafəyə. Bəxtiyar Həsənzadə cərimə zərbəsini yerinə yetirir. Uzaqdan zərbə, əla zərbə idi. Elşən Poladov yaxşı oynayır. Elşən Poladov çox yaxşı oynayır. Nahaq yerə kapitan sarğısının məhz ona etibar edildiyini sübut eləyir. Edilmədiyini sübut eləyir. Mirzə Hüseynpur bəli elə Ahmet Quluzadə Ahmet Quluzadə Çertəqanov, Bəxtiyar Həsənzadə Vurğun Hüseynov ötürmə dəqiq olmur. Kvekve Yuri Fomenko hücumçu interniyyətində məhz Fomenko'dur. Qayda pozuntusu Ömər Paşayev qaydanın pozulduğunu işarə eləyir. Oyunun başa çatmasına isə 15 dəqiqə təbii ki yaxşı zərbə idi. Elşən Poladov da yaxşı oynadı. Hakimin əlavə etdiyi dəqiqələri nəzərə almasaq, oyunun başa çatmasına 15 dəqiqə qalır. 8-ci turun başa çatmasına 15 dəqiqə qalır Sumqayıtda. Kalukvadze, Denis Silva ilə oynayır. Hesab 1-1'dir. Pərdis və Kvekve'nin qarşılıqlı qolları var bu oyunda. 2-7 nömrəli futbolçunun. Diego Martins ötürmədə səhvə yol verdi. Bir qədər tələsdi. Bravo Zayef. Lars Vanadze yəqin ki bu oyunda komandasının xal itkisi ilə barışa bilməz. Əgər iddialı yer uğrunda oynayırsa. Üstəlik 3-cü pillədəki Zirə də Qarabağla görüşdə xal itiribsə, bu oyunda qələbə 3-cü pilləyə yenidən qayıtmaq deməkdir Inter üçün. Inter'in qapçısı Elşən Poladov yenə yaxşı oynayır. Elnur Abdullayev. Kvekve. Elnur. Denis Silva. Kvekve. Kim ötürəcək topu? Rəqib Vurğun Hüseynova. Mirzə Hüseynpur. Hücumun istiqaməti cinahı dəyişildi. Ağabalar Ramazanov. Çox təhlükəli. Hiləgər zərbə idi. Gəlin etiraf eləyək. Ağabalar Ramazanov bəlkə də bir çoxları Ağabalanın ötürmə edəcəyini düşünürdü. Amma Ağabalar Ramazanov sol ayağı ilə çox təhlükəli zərbə vurdu. Təkrarı bir də izləyək. Ağabalar Ramazanov. Yaxşı zərbə idi. Top qapının azacıq üstündən keçdi. Qapı çatının üstündən keçdi. Bu arada Şahruddin Məhəmmədəli və kimlərin müdaxiləsi var idi. Onu da izlədik. İndi səhv rəqibini tuturdu. Ömər Paşayev yəqin ki bunu gördü və oyunu davam etdirdi. Çünki top Yuri Fomenko'daydı. Oyun dayanmayıb. Elnur Abdullayev. Fuad Bayramov o da hücuma qoşulur. Komanda yoldaşlarına irəlidə hücum xəttində köməyə gəlir. Ötürməsi Fomenko istiqamətində. Şahruddin çıxışda az qala səhvə yol vermişdi, amma səhvini düzəltdi. Bu arada zədələnən futbolçu yoxdur. Bəxtiyar Həsənzadə oyuna davam edəcək. Çertəqanov.
mərkəzdə top özündə yaxşı saxlayır bu futbolçu. Uğur Pamuklu oynadı. Uğur isə topu Cinaha göndərdi. İndi Hamid Quluzadə. Mirzağa Hüseynpur. Şertaqanov. Hüseynpur istiqamətini ötürülən top. Hüseynpur topun hara getdiyini, hara istiqamətləndiğini görmürdü. Buradan açıq-aşkar biz onu görürdük. Amma Fuad Bayramovun nəzərləri və baxışlarının müşayiəti ilə top meydandan çıxdı. İndi növbəti dəyişiklik olacaq. Bu arada Şahruddin Məmmədəliyev işarə edir ki, zədələnib, əzələsini göstərdi və Ömər Paşayev də oyunu saxladı. Bir qədər əvvəlki epizodda çıxışda mənə gəlir ki, zədə ciddidir və dəyişiklik olacaq. Şahruddin Məmmədəliyev bir qədər əvvəl bax bu epizodda oyundan kənar vəziyyət olduğu epizod idi, amma sona qədər mübarizə apardı Şahruddin və zədələnərək meydanı tərk eləyir. Onun əvəzinə gənc qapıcı Şahruddin də gəncdir, amma daha təcrübəlidir. Tərlan Əhmədli oyuna daxil olacaq. Tərlan Əhmədli qalan dəqiqələrdə Sumqayıtın qapısının toxunulmazlığını təmin etmək üçün əlindən, ayağından, başından, qolundan gələn nə varsa hamısını eləməlidir. Bu Sumqayıtın baş məşqçisi Samir Abbasovun ilk maçıdır. Baş məşqçi kimi Samir Abbasov Sumqayıt futboluna uzun illər xidmət eləyib və Aqil Məmmədovun istefasından sonra baş məşqçi postu məhz ona tapşırılıb. Hələlik Tərlan Əhmədov oyuna girməyə hazırlaşır. Çünki gözlənilməz anda baş tutdu bu əvəzləmə. Mən Interin heyətində də dəyişiklik görürəm. 15 nömrəli futbolçu Stepan Polyakın əvəzinə meydana 9 nömrəli oyuncu Seydi Limani daxil olur. Növbəti hücumçunu buraxır. Zaur Svanadze meydana döyüş atır və bu artıq Zaur Svanadze'nin qələbə istəyindən xəbər verir. Çünki son 10 dəqiqədə Inter qələbə qazanmaq üçün bütün riskləri gözə almalıdır. Düzdür, Seydi Limani indi hücumun sivri hücumda məhz o yer alacaq. Fomenko bir qədər cinaha arxaya çəkilir. Amma Fomenko'nun da hücumçu olduğunu nəzərdən qaçırmayaq. Heşam Paladov, rəqib futbolçular topu Interin qapısına verdilər və daha doğrusu qapıdan zərbə. Seydi Limani topa ilk toxunuşu bu epizodda baş tutmadı. Bu oyunda ilk toxunuşu. Fuad Bayramov. Seydi Limani və ilk dəfə topa toxunur. Onu ram edərkən səhvə yol verir. Hətta üzünü də tutdu. Hakim isə bildirir ki, oyunu davam etdirmək lazımdır. Bəxtiyar Həsənzadə. Şahruddin zədəsi ciddi görünür. Interin də qapıcı sarıdan problemləri var. Birdən-birə iki qapıcısının yoxluğunda qapı Elşən Poladova tapşırılıb. Ehtiyatda əyləşən qapıcının isə cəmi 16 yaşı var. İkinci dəqiqə başa çatır. Sumqayıt Inter görüşündə hesab 1-1'dir. Perdis və Kvekve'nin qarşılıqlı qolları, qayda pozuntusu Diego Martins. İkinci hissədə Ömər Paşayev daha çox oyunu saxlayır. Bu da səbəbsiz deyil. Daha çox çobudluqlar var. Cəmi bir epizodda top oyuna davam etdirməli olduğu halda, daha doğrusu etdirə biləcəyi halda oyunu saxlanmışdı Ömər Paşayev. Hamid Quluzadə.
ötürmə dəqiq olmur. Ötürmə dəqiq olmur. Uğur Pamuk'un ötürməsi idi. Mirzağa Hüseynpur'u düşünmüşdü Uğur Pamuk. 83-cü dəqiqə. Son 7 dəqiqə, amma kim kifayət qədər əlavə eləyəcək. Nəzərə alsaq ki, Şahruddinin də zədəsi var idi. Məhz meydanda ona müdaxilə olundu həkimlər tərəfindən və əvəzləmə oldu. Məcburi dəyişiklik olub Sumqayıtın heyətində. Hamid Quluzadə. Noqar Məmmədov. Aleksandr Çertaqanov. Çertaqanov da bir zamanlar məhz Interin şərəfini qoruyub. Tərlan Əhmədli. Gənc qapçı, hələ ki soyuqqanlı davranır. Qayda sözsüz təhlükəli oyun var idi. Ayağını təhlükəli qaldırmışdı. Kvekveskiri. Veya kısaca adıyla Kvekve. Mirzağa Hüseynpur. Onun ötürməsi Elşan Paladova doğru. Yuri Fomenko. Sağ cinaha çəkilib Yuri Fomenko. Seydi Limani'nin oyuna daxil olduğu ana qədər hücumçu funksiyasını məhz o yerinə yetirirdi. İndi Seydi Limani sağa gəldiyi üçün Fomenko məhz onun mövqeyinə getdi. Enur Abdullayev. Kvekve. İlkin Qırtımov. Yuri Fomenko. Out. Top meydanı tərk eləmişdi. Top Pərdis ötürülür. Pərdis sol cinahda hələ ki onu özündə saxlayır. Ötürmə dedir Uğur Pamuka. Uğur Pamuk Hamid Quluzadəyə. Sağ cinahdan Tural Rzayev yaxşı açıldı. Tural Rzayev yenəcək. Mirzağa ilə oynayır. Mirzağa Hüseynpur. Tural Rzayev. Out. Oyunun sonuna 5 dəqiqə qalmış. Bu turun hesablarını sizə bir daha xatırladacağım. Hələlik isə gəlin bu hücumu izləyək. Tura Rəvan Kəpəz görüşü ilə start verildi. Kəpəz 2-0 hesablı qələbə qazandı. Qarabağ Zirəni məğlub etdi 4-1. Neftçi son dəqiqə qolu ilə Qəbəliyə uduzdu 1-0. Xəzərlənkəran isə bugün baş tutmuş maçda Azalı məğlub etdi və 7 turdan sonra qələbə tilsimini qırdı və 3 xalını qazandı. Xatırladaq ki, Xəzərlənkəran məhz ilk turda Inter məğlub etmişdi. Qayda pozulur. Təhlükəli hücum idi, amma nəticədə qayda pozuntusu qeydə alındı. Qaydanı pozan tərəf isə Pərdisdir. Herhalde bunu mən yox, hakim Ömər Paşayev deyir. Birinci hissədə kifayət qədər təhlükəli oyun idi. Pərdis təhlükəli sayıla biləcək səviyyədə ayağını qaldırmışdı və bu da hakimin diqqətindən yayınmadı. Topa da toxunmadı həmin epizodda Pərdis. Ağbala Ramazanov, Hamid Quluzadə. İlk hissədə maraqlı oyun izlədik, amma ikinci hissə haqqında təəssüf hissilə deməliyəm ki, eyni sözləri deyənmirik. Bir qədər oyunun tempo aşağı düşüb, sanki komandalar bu hesabla barışıblar. Amma bu hesabla barışmayan yeganə məncə Zaur Svanadzedir. Herhalde onun həmlələri, taktik həmlələri, etdiyi dəyişmələr, əvəz etmələr belə düşünməyimiz üçün kifayət qədər əsas verir. Sumqayıt isə əks hücumlara bel bağlayır. Gol vurduqları epizoddakı kimi qayda pozuntusu var idi. Ömər Paşayev davam işarəsi verir. Çünki top Sumqayıtın futbolçularındadır. Az qala Sumqayıt ikinci topu vuracaqdı, amma top Pərdisə çatmır və Interin müdafiəçiləri topu meydandan kənara vururlar. Bu
İlkin Qırtımov idi. Bir qədər əvvəlki epizodda Ömər Paşayevin davam işarəsi verdiyi epizodda Elnur Abdullayevin hərəkətini sarı 10 nömrəli futbolçu, 10 nömrəli futbolçu Elnur Abdullayev sarı vərəqə ilə cəzalandırılır. Bu isə Pərdisin zərbə mövqeyinə çıxsa da zərbə vura bilmədiyi anda. Elnur Abdullayev yaxşı təsir bağışladı bu oyunda Elnur. Havalar Ramazanov ayağa qalxdı və məhz o indi atışını yerinə yetirir. Topu isə Interə qaytarırlar Sumqayıtın futbolcuları. Rişan Poladov 89-cu dəqiqə 8-ci tur artıq başa çatmaq üzrədir Topaz Premyer Liqasında və 8-ci turun qapanış oyununda hesab 1-1'dir. Bir daha xatırladım. Sumqayıtdan 7 nömrəli futbolçu Fərzad Azad hesabı açdı. Inter'in 7 nömrəli futbolçusu Kwekwe buna vurduğu qolla cavab verdi. Məhz top indi elə onda idi. Yuri Fomenko götürülən top qayda pozulub. İlkin Qırtımov. Onun ötürməsi Seydi Limani sona qədər mübarizə apardı. Ötürmə də etdi, amma ötürmə ondan öncə top meydanı tərk eləmişdi. Hakimin bayrağı havadaydı. Tərlan Əhmədli. Start heyətində Şahruddin Məhəmmədəliyev yer alsa da bizə yeni qoşulan tamaşaçılarımızın nəzərinə çatdırım. O zədələnərək meydanı tərk eləyib. Qalan dəqiqələrdə, son 10 dəqiqədə qapı məhz Tərlan Əhmədliyə tapşırılıb. İlkin Qırtımov. Ötürmə dəqiqə olmadı Kwekwe'dən. Uğur Pamuk. Ağabey Ramazanov istiqamətində ötürülən top. Qayda pozuntusu var. Ağabey Ramazanov nəhayət ki gol vurdu, amma daha əvvəlki epizodda qaydanı pozmuşdu. Bu arada biz 4-cü hakim Nail Nağıyevin işarəsini görürük. Nail Nağıyev 3 dəqiqə oyunun əsas vaxtını əlavə eləyir. Amma mən bu epizodda ən azı 3 dəqiqə deməyə məcburam. Çünki bu əlavə dəqiqələrdə də oyun dayana bilər və Ömər Paşayev əlavə olunmuş dəqiqələrə də əlavə eləyə bilər. Bu hüquqa malikdir, bu haqqı var onun. Nodar Məmmədov, Ağabey Ramazanovla oynayır. Ağabey Ramazanov. Hamid Quluzadə. Uğur Pamuk. Nodar Məmmədov. Yuri Fomenko Seydi Limaniyə doğru əla ötürmə. Qayda pozuntusu yoxdur. Tərlan Əhmədli qapısını tərk eləmişdi. Az qala səhvə oyundan kənar vəziyyət. Seydi Limani oyundan kənar vəziyyətdəydi. Uğur Pamuk. Sağ cinahda Tural Rızayev də hücuma qoşulub. Sağ cinah yarım müdafiəsi kimi oyuna başlasa da Emin Mehdiyev meydandan dəyişildikdən sonra müdafiə mövqeyinə çəkilib Tural Rızayev. Onun mövqeyində isə Mirzağa Hüseyin Pur çıxış eləyir. Oyundan kənar vəziyyət var idi. Sözsüz Fomenko da bunu bilməli idi. Səkkizinci tura artıq yekun vurmaq üzrəyik. Bir qədər sonra Ömər Paşayevin final fiti səslənəcək. Hələ bir dəqiqə var. Əgər Ömər Paşayev əlavə artırma dəqiqəsinə ehtiyac duymasa, Yuri Fomenko. Diego Martins. Sol cinah ötürülən top. Abbas Hüseynov'da. Abbas Hüseynov'un uzaq gücdə İlkin Qırtımovu yaxşı gördü. Amma İlkin Qırtımovdan öncə futbolçular ona mane oldular və indi qapıdan zərbə. Dəyişiklik olacaq Interin heyətində. Yox, üzr istəyirəm, əvvəlcə Sumqayıtın heyətində dəyişiklik olacaq. 7 nömrəli futbolçu qolun müəllifi Pərdiz Fərcad Azadın əvəzinə meydana Əli Mərdanlı girir.
Inter'də isə biz Juan Garcia'nı oyunda görürük. O Diego Martins'i əvəz eləyir. Diego Martins'in ekranlarınızdadır. Sonuncu dəqiqələrdə, sonuncu saniyələrdə bu dəyişiklik nəyə və kimə yarayır? Hər halda Sumqayıtın bu dəyişikliyini mən başa düşürəm, vaxt tutmağa yarayır. Amma Inter əgər qələbə qazanmaq istəyirsə, bu dəyişiklik hansı, bizim dildə bir söz var, hansı məhsəbə qulluq eləyir? Həqiqətən də anlaşılmaz oldu. Hər halda bunu Zaur Sivanadze daha yaxşı bilir. Deniz Silva İlkin Qırtımovla oynayır. Hər halda Ömər Paşayev saatına baxır. Mən gördüm Ömər Paşayev indi final fitini səsləndirəcək dediyim anda final fitini səsləndirir və 8-ci turun son oyunu da tarixin yaddaşına qovuşur və bu statistik göstərici o deməkdir ki, Sumqayıt artıq ardıcıl 5-ci oyunda Inter'ə məğlub olmur. Samir Abbasovun debüt maçını uğurlu saymaq olar. Hər halda tamamilə Azərbaycanlı futbolçulardan təşkil olunmuş Sumqayıt Inter kimi rəqiblə baxmayaraq ki, Inter'in bugün 7-8 futbolçusu meydanda yox idi, amma kifayət qədər yaxşı heyətlə bugün Inter mübarizə aparırdı. Legionerlərdən bol heyətlə. Bununla belə Sumqayıt Inter'dən xal qopara bildi. Hər halda Inter bu xal ikisinə görə ilk növbədə özünü günahlandırmalıdır. Və beləliklə qolları xatırladım. Sumqayıtın qolunun müəllifi, bax, Uğur Pamukun ötürməsindən sonra bir daha təkrarını izləyirik. Pərdiz Fərzad Azad Sumqayıtın qolunun müəllifi oldu. Əla hücum, əla əks hücum nəticə ürəyasan oldu Sumqayıt üçün. Bu isə Inter'in 7 nömrəsi Nika Kvekvenin və ya qısaca adı ilə bərabərlik qolu idi. Sumqayıtda Kapital Bank Arenada turun son oyununda bərabərlik qeydə alındı. Biz sizinlə tədricən sağollaşırıq. Nəyə görə tədricən deyirəm? Mən sizinlə sağollaşıram, amma oyunun geniş icmalı var. Nəzərinizə çatdırım ki, bu turdan etibarən CBC Sport Televiziyasının efirində turun bütün oyunları yayımlandı və Azərbaycan tamaşasına Azərbaycan Premyer Liqasının bütün oyunları təqdim olundu. Və bundan sonra da bütün turlarda biz bütün oyunların yayımını nəzərdə tutmuşuq. Odur ki, növbəti turlarda görüşənədək deyirəm, sizi geniş icmalla baş-başa bırakıram və sağlam olun deyirəm. Ən əsası budur.